Məqsəd əslinə qalanda İranı müdafiə etmək də deyil, o adamlar. O kəsimin. O kəsim. Onların məqsədi qardaş ölkələr ayrılmaqdır. Türkiyə, Azərbaycan ayrılsın. Ondan sonra görün, İranın içindən də o cür təhdidlər gəlir. Üstəgəl Azərbaycan Respublikasında da o kəsim var. Aktivdirlər bu saat. Və görün, bu günləri qabağıma nə çıxıb. İranın içindən o cür qüvvələrə bağlı adamlardan biri. Uzun illərdir mən onunla dostluq edirəm Facebookda. Türkçüdür, milliyyətçidir, nə bilim Turançıdır. Yəni bu cür özünü təqdim edir və bu müharibə başlayan kimi adamın maskası yırtıldı. Bəlli oldu ki, bu klik aktivləşdirildi. Bəli. Və üstəgəl nə baş verib? Görün bu adam bugün nə yayıb? Ermənistana təşəkkür eləyir ki, Təbrizdən qaçmağa hazırlaşan türklərin qaçması üçün sərhədi açıb Ermənistan. Hal-hazırda Ermənistan mediası da bunu tirajlayır. Bizim üçün təhlükədir. Yəni burada aydın görsənir ki, Azərbaycan dövlətinin rəsmi mövqeyi İranın ərazi bütövlüyüdür. Bəli. İranın heç bir halda dövlət maraqlarının tapdalanmamasıdır. Yəni biz İran kimi demirik. İran rejimi kimi demirik ki, bizim qırmızı cizgilərimiz var, filanlarımız var. Belə bir şey yoxdur. Daxili işlərinə də qarışmırıq. Üstə gəldi Azərbaycan dövlətinin ümumiyyətlə siyasəti budur ki, dövlətlərin ərazi bütövlüyü pozulmamalıdır. Çünki biz bundan əziyyət çəkmişik. Ona görə də İrana münasibətdə də o cür yanaşırıq. Amma Prezident İlham Əliyev dəfələrlə çıxışlarında deyib ki, bu öz yerində, lakin bizim soydaşlarımızın hüquqlarına da hörmət edilməlidir. Yəni bizim qırmızı cizgi filan da demirik ha. Azərbaycan indiki məqamda bizim bu məsələdən danışmağımız biraz o dediyimiz o təxribat qrupları tərəfindən fərqli istiqamətlərə çəkilir deyə biz həmişə danışdığımız bu mövzulardan danışmırıq, amma hər halda hamı nəyin nə olduğunu, Azərbaycan dövlətinin hansı məqamda nəyə necə münasibət bildirdiyini bilir. Azər Ayxan, Qərb mediası, biz danışırıq ki, bu Türkiyə ilə İsraili nəticədə üz-üzə gətirmək istəyən və bunun üçün də ilk növbədə Azərbaycanla Türkiyəni ayırmaq istəyən qüvvələr var və biz onların mahiyyətini və kimliyinin konturlarını burada cızdıq məlumatlı və bizim auditoriyada, bu cür verilişlərə baxan auditoriyada məlumatlı olduğuna görə nəyin nə olduğunu anlayır. Bəs Qərb mediası niyə görə belə bir qlobal çapda ictimai rəy yaradıb, nəyəsə hazırlamağa çalışırlar ki, yəni növbəti qarşıdurma önümüzdəki illərdə Türkiyə və İsrail arasında olacaq, hətta olmalıdır, bu qaçılmazdır. Burada maraq nədir? Burada maraq müxtəlif ola bilər. Amma gəlin baxaq. Hazırki reallıq Türkiyə ilə İsrailin hərbi baxımdan toqquşmasına imkan verirmi? Əsla vermir. Hər halda Türkiyə İran deyil və Türkiyənin çox nəhəng qüdrətli resursları var. Həm hərbi baxımdan, həm siyasi baxımdan, həm geopolitik baxımdan. Üstəlik ortada bir Türk dünyası faktoru var, Azərbaycan amili var. Bəli, bir mənalı Azərbaycan amili. Ona görə də bu məsələ heç də asan bir iş deyil ki, İrana attığım raket kimi Türkiyədə 3-4 dənə raket atım, orada ortalığı qarışdırdım. Çünki bu Türkiyənin çox ağır və miqyaslı cavabı ilə nəticələnə bilər. İsrail hətta yer üzündən silinə bilər. Bu Türkiyənin zarafat yəni bir ovuc boyda dövlətdir. Yəni elə baxanda bunun beynəlxalq hüquq baxımından yanaşmanı qoyuram qırağa. Biz təbii ki Türkiyənin nəzəri olaraq deyirik ki, Türkiyənin gücü, yəni arzu da yetmirik. Bəli, biz indi hər halda biz yetkin insanlarıq. Burada dediklərimizin bizim tamaşaçılarımız da yetkin auditoriyada. Onlar bilirlər ki, bizim dediklərimizin hamısı nəzəri məsələlərdir. Bizə qarşı istifadə olunan o antitezisləri biz burada çürüdürük. Sadəcə olaraq biz hər addımda bu nəzəri fikirlərimdir deyə qeyd eləməyi lazım bilmirik. Bəli, aydın məsələdir. Amma İsrail də kifayət qədər ağıllı bir dövlətdir. İsrailin başında dayanan insanlar demək. Bütövlükdə Yəhudi xalqı da heç vaxt Türkiyə ilə, türklərlə toqquşmaz. Bilirsiniz, Azərbaycanın mövqeyinə gəlincə bu məsələdə bunu unutmadan bu sözü deyim. Buyurun. İstər müsəlman dünyasında, istər türk dünyasında Azərbaycan kimi bir dövlətin İsrail ilə münasibətlərinin olması Azərbaycan qədər müsəlman dünyasına da lazımdır. Bir mənalı şəkildə. Çünki Azərbaycan açar ölkədir. Bəli. İstər bu dəhlizlər baxımından, istər siyasi baxımından, istər bütün parametrləri götürüldüyündə Azərbaycanın həm coğrafi nöqteyi nəzərindən açar bir ölkədir. Həm də bugün yürüdülən siyasət Azərbaycanı əlverişli bir ölkə gətirib çıxardıb. Türkiyə üçün də avantajdır ki, Azərbaycanın İsrail ilə münasibətləri olsun. Xatırlayırsınızsa, Prezidentin köməkçisi Hikmət Hacıyev bir neçə gün öncə belə bir bəyanat verdi ki,
Türkiyə və İsrail nümayəndələri Bakıda görüşüblər, müəyyən məsələləri müzakirə ediblər. Və bu görüş bir neçə raund olmuşdu. Bəli. Bu sensasiya doğuran bir açıqlama idi və görürsünüzmü, Azərbaycan bir barış müstəvisinə çevrilib. Türkiyənin də tutaq ki, Rusiya ilə, Ukrayna ilə normal münasibətlərinin olması Rusiyanın da işinə gəlir, Ukraynanın da işinə gəlir, Azərbaycanın da və bütövlükdə bu regionda olan ölkələrin də. Ona görə də Rusiya Ukraynaya hücum eləyib, Türkiyə Rusiya ilə niyə danışıqlar aparır? Yadınızdadır mı? Müharibə yenə başlayanda Türkiyənin üzərinə belə bir ideoloji bir baskı yapılırdı. Həmin o Türkiyədəki o indiki həşir, Azərbaycan əleyhinə həşir qoparanlar eynisini Türkiyənin üzərinə, Türkiyənin üzərinə. Amma bir şey deyim mən sizə, insaf xatirinə, obyektivlik xatirinə, Azərbaycanda nə müxalifət, nə iqtidar, nə də digər qruplar bu kampaniyaya qoşulmadılar. Marjinallar qoşuldu, o marjinalları qoyaq. Biz onları ciddi qüvvə saymırıq. Və Türkiyədəki bu kəsimdə o ümumi kontekstdə həmənki o qədər marjinal kimidir. Amma sadəcə biraz əhali sayı çox olduğuna, miqyas böyük olduğuna görə onların səsi 80 milyon arasında səsi daha çox bəlkə çıxır. O fərqlər ciddi şəkildə üzə çıxır. Ona görə də Türkiyə ilə İsrail arasında yekun olaraq ciddi qarşıdurmanın olacağı gözlənilmir. Yeri gəlmişkən Türkiyənin... Reklama çıxmalıyıq, fikrinizi tamamlayın. Türkiyənin Müdafiə Nazirinə də bugün jurnalistlər sual vermişdi ki, Van bölgəsində niyə getmişdiniz, təhlükə mi var? Dedi, heç bir təhlükə yoxdur. Sadəcə olaraq müəyyən təhlükəsizlik məsələlərinə nəzarət etmək üçün oradaydıq.